Hidrogen və oksigen verib, orta molyar kütlə verib. Mən xaç üsulu vasitəsilə hidrogen qramı 2 qramdır, yuxarıda yazdım. Və oksigen qramı da 32 qramdır. Və orta molyar 8-dir, ortada 8-i yazdım. Xaç üsulu ilə çıxacam. 32-dən 8 çıxanda eləyəcək ki, 24. 8-dən də 2 çıxanda 6. Bu da ixtisar gedir, qalır. 6 ilə 4, 1. Deməli, 4 mol hidrogen, 1 mol da oksigen var. Deyir ki, reaksiya tam getdikdə başlanğıc qarışığın neçə faiz artıq qalar deyir. Reaksiya tam getdikdən sonra başlanğıc qarışığın neçə faiz artıq qalar. Reaksiyada bilirsiniz ki, suyun reaksiyasını yazaq, görəsiz. Bilirsiniz ki, 2-nin 1-ə gedir və 2-nin 1-ə. Bayaq da tapmışıq ki, 4-ün 1-ə, yəni hidrogen 4, 1 mol da oksigeni. Və bizə də deyir ki, reaksiya tam getdikdən sonra başlanğıc qarışıq neçə faiz artıq qalar? 1 mol oksigen, 1 mol oksigen reaksiya sərf olunur. 4 moldan ikisi sərf olunacaq, qalacaq 2 mol hidrogen. Deməli, 4-ünün qarışığımız ümumiyyətlə nə qədərdir? Əvvəlki qarşımız tapdığımız, orta molyar əsasını tapdığımız 4 hidrogen plus 1 oksigen cəmi eləyir 5. 5-nin də 2 mol hidrogeni artıq qalır. Çünki 2 mol sərf olunur. 4-ündən ikisi reaksiyaya girir. Deməli, deyir ki, neçə faiz artıq qalar? 5-indən ikisi artıq qalar. Vururam 100-ə. O da eləyəcək 40 faiz. Gördünüz? Belə. Sonra keçirəm növbəti suala. Deyir 500 qram 10 faizli məhluldan 500-ün 10 faizini tez tapaq. 500 vur 10 böl 100. Və tapıb çıxartdığımız rəqəm həmişə həll olan maddənin qramı olur, yəni duzun. Bir sabit temperaturda su buxarlandırdıqda suyu tapaq, 500-dən məhlulumuzun qramından həll olan maddəni çıxaq, suyu tapaq, yəni həll edicini tapaq. Eləcək 450 su. Buxarlandırılan deyir suyun kütləsindən asılı qrafikə. Demək, baxaq qrafikə. Su buxarlanandan sonra omeqamız 20% olub və 350 qram su buxarlandırıblar. Və çökən duzun kütləsini deyir, hesablayayım. Deməli, bizim 450-imizdə nə qədər duzumuz var? 50-imiz var. Baxaq görək nə qədər duzumuz çəkəcək və 20% olacaqdır. 50 qram duzdan çıxacam x-ımıza, bilmirik nə qədər duz çökür. Aşağıda məhlumumuzda yenə 50 çıx x və yaxud da ki 50 çıx x yazmayaq. Belə yazaq. Dəqiqə, hanı bizim pozanımız? Məhlumumuz, əvvəlki məhlumumuz nə qədərdir? 500-dür, düzdürmü? Əvvəlki məhlumumuz 500-dür. 500-dən 350 suyu buxarlanıbdır. Vururam 100-ə, bərabər edirəm 20-yə. Buradan da ixtisarım 5, 5-i 50-yə 250 çıx 5 x bərabərdir. 500 çıx 350, 150. Buradan da 5x bərabərdir. 250-nin üstünə 150 gələndə nə qədər eləyəcək? 300, 400, x də bərabərdir 80. Deməli, yox, 80 yox. Nəsə səhv hesabladım, bir dəqiqə. 250-dən 150 çıxanda eləyəcək 100. Mən səhv hesablamışam. 250-dən 150 çıxanda eləyəcək 100, 100-ü 5-ə böləndə 20 eləyəcək. Deməli, 50 qram duzun 20 qramı neyniyib çökübdür. Bizə də çökən duzun kütləsini istəyir. Əgər qalan duzun kütləsini istəsəydi, çökdükdən sonra qalan, bu zaman mən 50-dən 20-ni çıxıb 30 qram duzum qalar deyərdim. Deməli, necə elədim? Əvvəlcə duzumu tapdım, yəni həll olan maddəmi tapdım. Daha sonra suyumu tapdım 450. Tapmasam da olardı, yəni tapdım. Bizə çökən duz deyirsə, deməli duzdan çöktüyü üçün 50 çıx x yazacağam. Bir dəqiqə gözləyim. Mən aşağıda plus minus x da yazmalıydım. O yadımdan çıxıbdı. 500 çıx 350, bir daha baxanda yaxşı gördüm. 500 çıx 350 çıx x. Çünki duz həm məhluldan çökür, həm də duzun kütləsindən çökür. Burada eləyəcək 500 çıx 250. Mən bunu ümumiyyətlə səhv hesablamışam. Yox, düz hesablamışam. Düz hesablamışam, 250 çıx 5x. Burada da 500-dən 350 çıxanda eləyəcək 500-dən 350, 50, 200, 150. 150 çıx x yazmalıydım. 250-dən 150 çıxanda 100 eləyir.
5x-dan da bu tərəfə x keçəndə eləyəcəkdim. Yox, artıq burada həll hissi başqa cür olacaq. Yəni hesablama qaydası səhv olmamaq üçün mən bunu pozum burada. Dəqiqə. Deməli 150 bu bir tərəfə keçir, qalır burada 100, çıxıram da, yəni 250-dən 150 100. 5x da bu tərəfə keçir ki, mənfi olmasın. Mənfi x plus 5x. O da eləyir 100 bərabərdir. 5-dən 1-in çıxanda 4x, x da bərabərdir 25. Deməli 25 qram duz çökülmüş. Bayaqlarım diqqətlə baxanda gördüm ki, orada duzun kütləsini yazmamışam. Ona görə diqqət edirik. Duzun kütləsini də qeyd edirəm 25. Üzrlə hesab edeyim.